Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən sizə çox önəmli bir izah təqdim edəcəm. Belə ki, tabellik əlaqəsi olan uzlaşma əlaqəsi haqqında danışacağam. Demək, uzlaşma əlaqəsi ilə bağlı sizə iki fakt təqdim edirəm. Əgər imtahanda sizə sual təqdim olunursa ki, aşağıdakı verilmiş cümlələrdən birində uzlaşma əlaqəsi cümlə üzvləri arasındadır. Əgər cümlə üzvü ifadəsi təqdim olunursa, bu zaman cümlədə mütləq şəkildə mübtəda və xəbər axtarırsınız. Çünki cümlə üzvləri arasında olan uzlaşma əlaqəsi sadəcə mübtəda və xəbər arasında olur. Ya da ümumiyyətlə sual bu şəkildə təqdim olunursa, sizə təqdim olunmuş cümlələrin birində uzlaşma əlaqəsi mövcuddur. Bu zaman demək, söz birləşməsi axtarırsınız, mənsubiyyət, əsas tərəfi mənsubiyyət şəkilçisi qəbul edilmiş söz birləşməsi və yenə də təbii ki, mübtəda xəbər. Məsələn, bulaq suyu içməlidir ifadəsində burada həm cümlə üzvləri arasında uzlaşma əlaqəsi var, bulaq suyu mübtədası və içməlidir xəbər arasında. Eyni zamanda bulaq suyu söz birləşməsi arasında uzlaşma əlaqəsi mövcuddur. Belə yoldaşlar, hər kəsə uğurlar.